Allah cəmi şəhidlərimizə rəhmət eləsin. 22 may 2026-cı il tarixdə dəfn olunmuş və bu günə qədər 32 il artıq zaman keçir. 32 il itkin sayılan şəhid Rəşadət Əli Piriyevin məzarı üstündəyik. Qeyd edim ki, bu məkan Yenidaş kənd məzarlığıdır. Bərdə rayonunun Yenidaş kənd kəndi və bu cərgədə də onlarla şəhidimiz uyuyur. Hər birinin ruhu şad olsun. Və bu günləri qeyd etdiyim kimi şəhid Rəşadət Piriyev 30 ildən sonra dövlətimiz tərəfindən axtarışla tapılaraq nəşi torpağa tapşırıldı. Hansı ki o torpaq uğrunda canını fəda etmişdi. Və bu anda şəhid Rəşadət Piriyevin sinif yoldaşları, dostları onun məzarı başındadır. Allah hər birindən razı olsun. Yəqin ki, xatirələri olacaq, fikirlərini söyləyəcəklər. Bu mənada qeyd edək ki, bu ana qədər Rəşadət Piriyevlə bağlı deməli kitablar da nəşr olunub. Rəşadət Piriyevlə bağlı sənətli filmlər də çəkilib. Bu haqda isə məlumatı mən elə bizim değerli oğlumuz Araz Yaquboğlu'dan çalışacağım ki Allah'ım hem xatirələrini hem bu fikirlərini. Allah rəhmət eləsin, şəhidimizə ruhu şad olsun və dostları dinləyək. Rəşadət Piriyev bizim sinif yoldaşımızdır. Bizlərə burada ətrafındayıq. Əslində dəfində uşaqların çoxu iştirak edirdi, sinif yoldaşlarımızın. İndi biz bir neçə saatdan sonra biz də gəldik bura. Ruhu şad olsun, məkanı cənnət olsun. Rəşadətlə bağlı xatirələr çoxdur. 2023-cü ildə də deməli 50 illik yubileyi keçirildi 1 oktyabr tarixdə və həqiqətən də çox təntənəli keçirildi. Rayondan, Bakıdan, kənd ictimaiyyəti hamı iştirak edirdi və özümün təşəbbüsümlə, özümün ürəyimdən gələn bir fikrim var idi ki, istəyirdim Rəşadət haqqında onun döyüşçü yoldaşlarını, sinif yoldaşlarını danışdırım. Onun haqqında indiyə kimi çap olunan materialları toplayım, şəkillərindən ibarət bir kitab hazırlayım və o kitabı ərsəyə gətirdik, çap elədik və yubileyində də hər kəsə də payladıq. Çox sağ olsun, ailəsi də bizə yaxından dəstək oldular, məlumatların çatdırılmasında və digər məsələlərdə. Rəşadət həqiqətən elə adı kimi rəşadətli olan olubdur. Mən hesab edirəm ki, bu ad da təsadüfi verilməyibdir. Sanki onun valideynləri də düşünürmüş ki, bu belə bir rəşadətli oğlan olacaqdı, ona elə Rəşadət adını qoyublar. Orada mən belə bir cümlə də işlətmişdim, hətta onu kitabın cildinə də salmışdım ki, əziz sinif yoldaşım Rəşadət, sən döyüşlərdə öz qəhrəmanlığınla rəşadət göstərib, öz Rəşadət adını təsdiqlədin. Həqiqətən də sən rəşadətli Rəşadət oldun. Və kitabın da adını elə qoymuşduq. Elmir də, Murad da öz xatirələrini danışıblar, orada vermişik hamısını, Rəşadətli Rəşadət. Dünənləri sinif yoldaşımız Mətanət, elə biz bir yerdə gəlirdik, onun yoldaşı Əbülfətlə, mənə dedi ki, Narad, mən o vaxt xatirə dəftəri tutmuşdum, sinif yoldaşlarımız hamısı orada öz ürək sözlərini yazmışdılar. Orada Rəşadətin də qeydləri var. Akşam evə çatandan sonra mənə çəkdi, onun şəklini göndərdi. Baxıram ki, Rəşadət orada yazır ki, ən xoşuma gələn gül qərənfildir. Yəni, indi fikir verin. Hələ biz orta məktəbdə oxuyanda Rəşadət düşünür ki, mənim ən xoşuma gələn gül qərənfildir. Və qərənfil də şəhidliyin rəmzidir. Bugün, yəni şəhidləri qərənfilsiz təsəvvür etmək mümkün deyil. Qərənfil adı gələndə şəhid yada düşür, şəhid adı çəkiləndə elə ilk öncə qərənfil yada düşür ki, onları məzar üzərinə qoyulmağa ən yaxşı gül elə qərənfildir. Görünür ki, özünün, ailəsinin bilirlərmiş ki, bu belə bir oğlan olacaqdır və belə bir döyüşçü olacaqdır. Və mən onun döyüşçü yoldaşlarını danışdırmışam. Moskvadan belə, Bərdədən belə, Bakıdan, Gəncədən belə
hamısı çox sevə-sevə onun haqqında danışıblar. Misal üçün Moskvada yaşayan İnqilab deyirdi ki, Rəşadət batalyonda seçilirdi. Nəyə görə? Yəni o zaman bilirsiniz də 92-ci il, 93-cü il, 94-cü ildə ordumuz indiki kimi səliqə səhmanlı deyildi, qarışıqlıq var idi. Hərəsi belə deyək də, hərə bir paltar geyinirdi. Hətta biri krasovkada gedirdi, biri nə bilim ev paltarında gedirdi belə. Amma Rəşadətə deyir, biz xüsusi balet eləyirdik ki, bu adam nə qədər səliqəli geyinir, başına bresko qoyur, ondan sonra bu boynunda deyir, paçkası həmişə tərtəmiz. Patinkasına deyir, biz baxırdıq, onu hər gün təmizləyirdi, hər gün mazlayırdı. İndi onun bir şəkili var, kresloda oturub Bərdədə o məişət evində çəkdirdiyi şəkil. Və dönə-dönə də o şəkilə biz həmişə baxırıq. Həqiqətən də elə şəkildə də görünür ki, geyimi həmişə səliqəli, patinkası, çəkməsi, ondan sonra əynindəki hərbi paltarı və komandiri Gəray müəllim də həmişə deyirdi ki, onun da xatirələrini vermişəm kitabda, deyir ki, demək, Rəşadəti biz hansı əməliyyata göndərmişiksə, deyir, əvvəla təklif eləyirdik ki, bu əməliyyata kim gedir? Həmişə deyir, Rəşadət orada var idi. O digərlərindən fərqli olaraq, Rəşadət həmişə orada var idi ki, mən gedərəm. Yəni, indi bir neçə nəfər də ona qoşulurdu, gedir. Heç vaxt, heç bir əməliyyatdan imtina eləməyirdi. Yəni, bunların hamısı səmimi deyilən sözlərdir. Yəni, hətta Rəşadət bilirsiniz ki, Ağdam cəbhəsində yaralanıbdır. Demək, rəhmətli Nəzərov Eldənizin şəhid olandan 2 gün qabaq. Onu da mənə göndərdi. Hətta hər gün o xatı yazırmış, qeydlər götürülmüş. Mənə çəkib göndərdi, özümdə də var. Rəşadətin yaralandığı tarix. Avqust ayının 21-də yaralanıbdır Ağdam cəbhəsində. Və hətta həmin yaralara görə, yəni kifayət qədər ağır yaralar olduğuna görə ordudan da tərxis olunubdur. Amma Rəşadət eşidəndə ki, Bərdə batalyonu 2-ci Murovdağ əməliyyatına hazırlaşır və gedirlər. Hətta Göygöl rayonunda toplanırlar. Onda Toğanada bəli. Onda Rəşadət özü könüllü olaraq gedib ki, mənim qardaşlarım o döyüşü gedirsə, mən də gedirəm. Mən eləmin vaxt görüşmüşdüm. Bu Əlxan Dağinin evinin. Bəli, o yaralı olanda danışmışam, orada danışdım. Sarıqlı idi, dedi mənə gedirsən. Yəni Rəşadət həmişə, eləcə də digər şəhidlərimiz, bilirsiniz ki, bizim sinifimizdən 6 şəhid olubdur. Və bəlkə də Azərbaycanda elə bir sinif yoxdur ki, bir sinifdən 6 şəhid olsun. Onlardan 3-ü itkin idi. Meyti, Ziya və Rəşadət. Çox şükürlər olsun bu günə ki, Rəşadət tapıldı və dəfn olundu doğulduğu torpaqda. İnşallah ki, Meyti də, Rəşadət də, Ziya da, Meyti də tapılar və onlar da bax bu qəbristanlığımızda dəfn olurlar. Yəni bugünkü günə ancaq şükür eləyə bilərik. Bugün yəni qəmli olsa da, amma həm də sevindiricidir. Yəni belə həmişə də yaddaşımızda olacaq, həmişə xatırlanacaq. Doğum günündə, anım günündə, dəfn günündə. Yəni şəhidlər unudulmaz, heç nə. Bu qədər, çox sağ olun. Allah rəhmət eləsin Araz Yaquboğlu. Təşəkkürlər həqiqətən də.